Salamlayıram sizi. Bugün bizdə Access üzrə ikinci dərsdir və bu məşğələnin də cədvəllərə həsr olunacaq. Belə bir cədvəl yaratmışdıq keçən dərsdə. Gələk indi o cədvəlin içinə girək və konstruktorda müəyyən xanaları burada sizə izah edeyim. Bir də təkrarlamaq istəyirəm ki, o əməliyyatları ki, burada aparacaqsınız bu sətirlərdə, bu xanalar üçün. Eyni əməliyyatları formalarda da eləmək olar. Mən şəxsən bu əməliyyatları formada eləyirəm. Mənim üçün formadan məlumat daxil etmək və məlumatları qorumaq daha rahatdır. Amma sizin üçün cədvəldən də göstərərəm. İndi bəlkə siz üstünlüyü cədvəllərə verəcəksiniz ki, formalarla yox, məsələn, cədvəllərlə işləmək istəyirəm. Yəni, iki variantı göstərirəm, hansı sizə xoşdur, hansı sizə rahatdır, ondan da istifadə edəsiniz. Ötürü birinci ştrix kodu. Görürsünüz, burada yazmışam, burada qoymuşuq açar işarəsini və burada yazılıb ki, indeksləşdirilmiş xanadır və eyni məlumat daxil edilə bilməz. Yəni, bir malın bir ştrix kodu ola bilər. Sonra burada var значение по умолчанию. Yəni avtomatik hansısa bir ədəd yerləşdirə bilərsiniz və həmin ədəd həmişə cədvəllərdə görsənəcək. Daxil eləyəndə avtomat görsənəcək. İndi həmin şey mən ştrix kod üçün yox, məsəl üçün tarix üçün eləyəcəyim, baxacaqsınız. Sonra burada görürsünüz, сообщение ошибки. Yəni burada yazma olar ki, səhv olanda nə səhvdir? Sadəcə olaraq, bax, burada formanın üstünlüyü görsənir. Accessdə, cədvəldə, burada nə istəyirsiniz yazınız, dəxli yoxdur. Sistem öz məlumatını verəcək ekrana. Amma formada həmin əməliyyat eləsəz, sistem məlumatını gizlədə bilərsiniz və öz məlumatınızı ekrana çıxarda bilərsiniz. Və bu əsas üstünlükdür formanın. Gəl indi bura baxaq tarixə, data evrim. Və burada var значение по умолчанию. Yəni sumaya görə hansı məlumatı burada daxil edə bilərsiniz. Burada seçə bilərsiniz data funksiyasını. Buradan seçirəm. Funksiya. Müsbət işarəsini basıram, açılsın. Vstроенный funksiya, yəni Access proqramının içinə daxil edilmiş funksiyalardır. Buradan data evrimi seçirəm, yəni vaxt və tarix. Və burada lap axırda çox maraqlıdır ki, bütün funksiyalar görürsünüz ingilis dilindədir. Yalnız bu data funksiyası rus dilindədir. Seçirsiniz funksiyanı, okey. İki dəfə basırsınız üstündən ki, bu burada görsənsin, görürsünüz funksiya. Data 2 dənə mötərizə, yumru mötərizələr, okey. Və burada data əmələ gəlir. İndi baxaq, görək, bu cədvəldə bizə nə verir. Görürsünüz, avtomatik olaraq bugünkü tarix 24 dekabr 2025 burada görsənir. İstənilən xana üçün bunu eləmək olar. Məsələn, gəl deyək ki, say üçün eləyək. Bax, burada значение по умолчанию yazaq. Burada fikir veririz. Görürsünüz, burada göstərir 0. Düzdürmü? İndi biz burada tutalım ki, 25 yazsaq. Fikir veririz. 25 göstərəcək. Bütün sətirlərdə, çərə sətirlərdə hamısında 25 göstərəcək. Niyə mən birinci tarixdə göstərdim? Əksər hallarda belə olur ki, məsəl üçün məlumatı bir gün daxil edirsiniz, sabah daxil edirsiniz, bir gün daxil edirsiniz və hər dəfə tarixi yığmamaq üçün bir gün 24-ünü göstərəcək, sabah 25-ini göstərəcək. Bir gün isə 26-sını göstərəcək. Əgər malların sayı çoxdursa, gün ərzində, bu böyük bir üstünlük verir. Yəni, bir xananı faktiki olaraq siz doldurmuşsunuz.
Sonra burada keçən dərsdə sizə göstərdim maska və orada tarixçi görsün maska eləyə bilərsiniz. Burada rəqəmlərdə rəqəm tipli olan xanalar üçün burada göstərdim. Tam rəqəm ola bilər. Birinci, ikinci, üçüncü bunlar hamısı tam rəqəmlərdir. Kəsir ola bilər. Yəni tam 2,5, 3,6 belə bir ədədlər daxil etmək üçün bunlardan istifadə etmək olar. Sonra burada görürsünüz avto vergüldən sonra olan rəqəmlərdir. Buradan seçə bilərsiniz. Tutalım ki 0, 1, 2 yəni tutalım vergüldən sonra heç nə istəmirsiniz. Buradan 0 seçə bilərsiniz. Və yenə təkrar edirəm, bu dəyişikləri yaxşı olar ki, formada eləyəsiniz. Yəni, eyni əməliyyatlar formada eləmirlər. İndi bax, ştrix kodla gəliz, bir şey göstərim sizə. Bax, burada bir səhv yazır. Tutalım ki, ştrix kod səhv yığılıb. Gəl, Azərbaycanda da yazaq. Və belə də səhvdir. İndi bax, keçirik cədvələ. Yaddaş saxladıq. Bax, birinci ştrix kodu yığdıq. Malın adını yığaq. Deyək ki, alma. Hələlik belə yığaq, alma. 24 gəlib, qoy olsun sayı 10. Qiyməti 1 manat. Keçirik bura. Tutalım ki, 2. Qoy olsun armud. Sayı gəlib, tutalım 5 kilo. Qiymət 2 manat. Bax, indi ştrix kodu yığacağım 1. Fikir verirsiniz. Özdə o saat səhvi göstərmir. Siz sətirdən bu bir sətrə keçən kimi səhv verəcək. Hələ görürsünüz. Çünki təsdiq eləməlisiniz sətri. Burada olsun, qoy olsun. Deyək ki, alma, armud. Deyək ki, albalı. Albalı. Tutalım ki 3 manat. Bayda enter basıram. Fikir verirsiniz. Sistem sizə xəbər verir ki, səhvdir. Və 3 səbəb göstərir. İndeksdə səhv, açarda səhv və əlaqələrdə səhv. İndi birinci variant. Tutalım ki, operator rus dilini bilmir. Təbii ki, burada çətinlik çəkir. Lap rus dilini bilirsə, özü yaxşı bilirsə, burada 3 dənə səbəb göstərilir. Bu, hardan bilsin ki, səhv haradadır? Hal-hazırda səhv bu açardadır, indeksdə. Amma ola bilsin və ola bilsin ki, rus dilini bilə-bilə, yaxşı bilə-bilə, siz aksesi bilmirsə yaxşı, buradan baş çıxarda bilmirsiniz. Bunu cədvəldə görürsünüz, eləmək olmur. Amma formada siz burada yaza bilərsiniz ki, gəl, bunu dəyişməliyim 3. Siz burada yaza bilərsiniz ki, ştrix kod səhvdir, yaxud səhv yığılıb və operator başa düşəcək ki, ştrix kodda səhv eləyib. Buna görə mən həmçinin deyirəm ki, forma ilə işləmək daha rahatdır. Gəl, indi bu formanı, bu cədvəli bağlayaq və keçən dəfə sizə bu cədvəl yaradada mən konstruktordan istifadə elədim. Buradan da istifadə eləmirəm, tablitsa. Yəni, bu əmrin köməyi ilə də cədvəl yaratmaq olar. Basırıq tablitsanı, avtomatik olaraq belə bir pəncərə açılır. Fikir verirsiniz. Bizdə
pencerə açılır və ad vermək olar. Qoy olsun tablitsa 1. Rus dilinə gəlir tablitsa 1. Onsuz bu cədvəli mən siləcəyəm. Qoy ad belə qalsın. Və fikir versin. Bu əmri istifadə edəndə avtomatik olaraq akses birinci xanaya kod yerləşdirir və tip danlıq, yəni məlumatların tipi şötçük qoyur, sayğac. Və avtomatik olaraq həmin xananı indeksləşdirilir, yəni açar kimi eləyir. Nəyə görə lazımdır bu kod? Fikir veririz, indi keçək cədvələ və burada məlumatlar daxil edək. Gəl əvvəlcə bir xana daxil edək, bir dənə xana daxil edək, nəsə olsun belə, dəxli yoxdur nəsə. O belə, mətin və keçək daxil edək, fikir verirsiniz. Burada gəlirsiniz, yığırsınız, tutalım ki A və fikir verirsiniz, tutalım ki AA avtomatik olaraq kod başlayır artmağa. Mən heç nə yığmıram. AA görürsünüz 3 gəldi. Və yığdıqca o başlayacaq artmağa. Yəni sayğac kimi 1, 2, 3, 4, 5, 6 və əgər burada bir sətr yox eləsəz, bax 3-cü sətr yox eləyirəm. Və yox elədim. Siz indi bir dənə sətr bir də əlavə eləsəz, o 5 olacaq. Görürsünüz, 3-cü sətr artıq burada peyda olmayacaq. Nə üçün bunu eləyiblər? Çətinlik çəkir. Mən heç vaxt bu kodu istifadə eləmirəm. Yəni, kod cədvəllə, əgər cədvəl komandasında cədvəli yaradıramsa, mən o saat kod sətrini ləğv eləyirəm. Çünki mənə o lazımdır. Seçirəm belə və ləğv eləyirəm. Açar sətrini ləğv eləyinə görə sistem sizə xəbərdarlıq eləyir ki, siz açar olan sətri yox eləyirsiniz. Yox eləyim, yoxsa yox, təsdiqləmə lazımdır. Təsdiqləyirəm və açarı başqa bir xanaya yerləşdirirəm. Yəni, bu cədvəldəki kimi. Gəlin, bunu yığışdırırım. Bunu yox eləyirəm. Və buradakı kimi. Görürsünüz, açarı burada yerləşdirmiş. Bugünə bu qədər mən bilən cədvəllərlə dərsimiz yekunlaşır. Gələn dərs, yəni bu bəs eləyər sizə. Çünki əsasən biz formalarla işləyəcəyik. Yəni cədvələ məlumatı formadan daxil edəcəyik və formanın köməyi ilə korrekt edəcəyik. Və gələn dərsdə bu tabdan, yəni Sazdaniya Create tabından buradakı olan əmrlərdən istifadə edəcəyik. Əsasən master form, yəni ustadan istifadə edəcəyik. Sonraki dərsdə isə bu komandalarda sizə göstərəcəyim. Mən əsasən bu komandadan istifadə edirəm. Çünki rahatdır. Elə bil ki, sizin, belə deyək, qara işinizin 80%-ni o görür. Sonra isə müəyyən dəyişiklikləri etmək üçün özünüz həmin dəyişiklikləri yerinə yetirirsiniz. Bu komandalar isə məcbur edəcək sizi bütün qara işi də özünüz görəsiniz. Yəni, usta, yəni master form sizin işinizi qat-qat yüngülləşdirir. Bugünə bu qədər. Diqqətinizə görə çox sağ olun.